Həkim Sən verilişinə baxırsınız. Revmatoloq osteopat Əli Əlizadə qonağımızdır. Buyurun, müraciətlərinizi Vertex Revmatologiya Osteopatiya Mərkəzinə edə bilərsiniz. Əli həkim, necəsiz? Çox sağ olun, siz də yaxşı olasınız. Təşəkkür edirəm gəldiyinizə görə. Biz oynaq strukturlarından danışanda anatomik onun quruluşuna toxunuruq. Orada oynaq səthinin o hamar, sürüşkən olması halları və onun pozulması, hansı hallarda, hansı xəstəliklərdə təzahür edirsə, Əli doktor dəfələrlə bunu həm əyani şəkildə vəsait olaraq üzərində göstərib, eyni ilə də animasyon görüntülər üzərində biz ətraflı məlumat ötürərək sizlərə nümayiş etdirmişik. Lakin bugünkü gündə dizdə olan funksional pozğunluq hansı səbəbdən yaranır və dizdə hansı problemlər daha çox müşahidə olunursa, məhz o mövzuya toxunmağınızı istəyəcəm. Buyurun, doktor. Bu funksional pozğunluqlar məsələsi belədir ki, təkcə diz oynağı deyil. Ən çox rast gəlinən düzdür, artrozlar diz oynağının artrozlarıdır, qan artroz. Amma koksartroz da işte onlardan geri qalmır. İkinci yerdə də koksartrozdur, yəni bu çanaq oynağının artrozudur. Və bunlar elə bir-birinin davamıdır. Hətta bəzən biri olduqda sonra bir müddət sonra o birisində də problem əmələ gəlmə ehtimalı var. Amma hansı hallarda? Bu cür pozğunluqlar əsasən artrozun əmələ gəlmə, oynaq qığırdağının deformasiyasının əmələ gəlmə səbəblərinə baxsaq, burada birinci yerdə travmatik, post-travmatik zədələnmələr durur, hansı ki, bütün yaşlarda olması mümkündür. İkinci yerdə durur, hansısa keçirilmiş ya infeksiyon, ya autoimmun iltihablı xəstəliklərdən sonraki baş verən qığırdaq deformasiyaları, sonra artıq hormonal dəyişikliklər nəticəsində, qəbul etdiyi dərmanlar nəticəsində əmələ gələn artrozlar və yaşla əlaqədar əmələ gələn artrozlar. Yaşla əlaqədar əmələ gələn artrozlar əsasən hər iki tərəfli olur. Amma post-travmatik artrozlar əsasən bir tərəfli olur. Ya sağ tərəf, ya sol tərəf. Çünki zədələnmə zonası var. Autoimmun xəstəliklər nəticəsində əmələ gələnlərdə də monoarterit ola bilər bir oynaq nəticəsində və yaxud poliarterit ola bilər bir neçə oynağın zədələnməsi ilə gedən funksional degenerativ dəyişikliklər. Amma hansısa səbəbdən bir oynaqda zədələnmə varsa, bu qamətin pozulmasına, ağırlıq mərkəzinin dəyişməsinə və ağırlıq mərkəzinin digər sağlam hissələrə düşməsi nəticəsində sonradan ikincili olaraq digər sağlam oynağında zədələnməsinə gətirib çıxara bilir. Amma əksi də mümkündür. Hansısa, nəyinsə nəticəsində... Yəni, ikinci oynağın zədələnməsinə yüklənmə səbəb olur. Qeyri-adekvat fiziki yüklənmə. Yəni, bir oynaq zədələnir, hansısa səbəbdən ya monoarterit olur, ya travmatik zədələnmə olur, oynaqda artıq artrozun başlanğıcı baş verir və həmin andakı insan yeriyəndə necə axsama baş verir. Axsama qeyri-iradi də ola bilir, insan özündən asılı olmayaraq. Çünki ağırlıq mərkəzini dəyişir sağlam tərəfə. Xəstə ayağını qoyan kimi ağrı verməsin, daha artıq zədələnməsin deyə orqanizmin özünün müdafiə funksiyası işə düşür. Müdafiə funksiyaları həm zədələnmənin xeyrinə ola bilir, həm ziyanına ola bilir. Çünki körtəbii müdafiədir. Buna görə də bir çox hallarda ilkin o zədələnmiş oynaqda zədə daha az olur, nəinki sonradan əmələ gəlmiş deformasiya. Çünki ağırlıq mərkəzini salır digər oynağına. Xəstə əsasən deyir ki, əvvəl bu dizim ağrıyırdı, məsəl üçün sol dizim çox ağrıyırdı, indi sağ-soldan da çox ağrıyır. Niyə? Çünki sol ağrıyırdı, ağırlıq mərkəzinin hamısını dəyişdi sağın üzərinə və sağda deformasiya daha çox getməyə başladı. Amma bunun əksi də mümkündür. Nəyinsə nəticəsində insan düz oturmamağı, ya yanlış həyat tərzi, nəyinsə səbəbindən, digər səbəblərdən qamət pozğunluğu əmələ gələ bilər, çanaqda əyrilik, deformasiya, ya skalyoz nəticəsində bu müxtəlif səbəblərdən ola bilir. Qeyri-adekvat fiziki yüklənmə baş verir, aşağı ətrafların birinə ağırlıq çox düşür, birinə az və bunun nəticəsində artıq deformasiya baş verə bilir. Yəni, həm deformasiya baş verir, sonra mövqe dəyişir, hərəkət oxu dəyişə bilir və yaxud da ki, hərəkət oxu dəyişib sonradan artrozda əmələ gələ bilər. Bunlar bir-birlərini tetikləyən, əmələ gətirən problemlərdir, proseslərdir. İndi siz danışırsınız, deyirsiniz ki, məsəl üçün orqanizmin müdafiə mexanizmi olaraq yükü, yəni qeyri-adekvat, solda əgər zədələnmə varsa sağa yükləyir. Bura qədər aydındır bizə. Hə, nə olur? Nəticə etibarilə sağ oynaqda zədələnmiş olur. Amma biz onun müalicəsindən danışanda dəfələrlə, hətta digər həkim kolleqalarınızdan da belə bir cümlə işlədirlər. Artroz olan dizə yük olmaz fikri ifadəsi yanlışdır. Vergül qoyur. Daha sonrasında deyir ki,
Tam tərsi, orada hərəkət olmalıdır ki, qidalanma bərpa olsun. Yəni bu hərəkətlə yükü niyə qarışdırırıq, onu mən hələ anlamış deyiləm. Bəlkə yanlış yerdən toxunuram, doktor. Yox, orada doğru məqam da var, yanlış məqam da var. Doğrunu, yanlışı aydınlaşdıraq. Çünki artroz olan dizə əlbəttə yüklənməsi doğru deyil. Onsuz da bunun əzəllər zəifdir ki, bu artroz formalaşıb. Yəni, mən o əzələ güclüdür deyə yükləməmək üçün... Yox, travmatik zədələnmədən başqa digər hallarda siz dediyiniz haqlısınız. Çünki travmatik zədələnmədə hətta güclü əzələ zəminində belə zədələnmənin olması mümkündür. Travma onlara aid deyil. Amma orada dediklərinizin doğru və yanlış məqamı nədir? Bəli, orada hərəkət oynaqda mütləq olmalıdır. Olmasa orada kontraktura daha da artacaq. Amma yüklənmə, əzələ o yükü götürə biləcəkmi? Yüklənməni ora vermək üçün. Yəni 60 yaşlarda bir insanın əzələ gücü qüvvəsi. Normalda necə olmalıdır? Biz ayaq üstə gəzdiyimizdə yükün %50-si, təxminən 48-50% təxminən əzəllərin üzərinə düşür. Biz ayaq üstə durduğumuzda 48-50% ağırlığı əzəllər öz üzərinə götürür, belə saxlayır oynağı. Qalan 50-52% oynağın üzərinə düşür. Əzələ atrofiyalaşanda ağrı ki olur, oynaqda qığırdaq ki zədələnir. Qığırdaq zədələndikcə insan istər-istəməz az hərəkət edir. Hərəkəti keçirdir sağ tərəfinə və yaxud da ki, sağ tərəfdə artıq hər ikisi ağrıyırsa, az hərəkət edir, az yeriyir. Əzələlərinin az inkişafı yavaş-yavaş geri gedir. Bu da əgər yaşlı şəxsdirsə, artıq 50-nin üzərində insanlarda əzələ atrofiyasının getməsi gün məsələsidir. Yəni, bir həftəyə 10 günə artıq əzələdə əməlli başlı atrofiyalaşmanın getməsi mümkündür, gedir də. Və bu zaman xəstəyə desək ki, artıq hərəkət elə, insana da hərəkət deyəndə birinci nə yadına düşür? Yerimək. Burada da ən olmaz olası şey, oynağa da ən ziyanlı şey insanın zəif əzələ ilə yeriməsidir. Bu zaman təxminən 60, 70, hətta 75% ağırlıq düşür oynağın üzərinə, 25-30%, 35%-ni əzələ üzərinə götürə bilir. Bura bir üstünə də gəlsək ki, xəstənin əgər bu artrozlu şəxslərin %95-i demək olar ki, artıq çəkiyə malikdir. Bu artıq çəkinin də onun üzərinə gəlsək, onda oynaq nə vəziyyətə düşür, özünüz təsəvvür edilir. Bəli, hərəkət lazımdır, amma hansı hərəkət? Bu cür xəstələrə biz həmişə deyirik. İlk növbədə artıq yükü nəzərə alınmalı. Pillələri qalxmaq olar, enmək olmaz. Əzələ gücünə görə bu məsələlər. Bəli, əzələ gücünə görə. O zaman cümlələri düz ifadə görsünmə. Və orada mütləq qaydada müalicənin bir ayrılmaz hissəsi kimi, əgər iltihab yoxdursa, çünki autoimmun xəstəliklərdə iltihab da varsa, burada bu məsələlər keçir ikinci plana. İltihab sonlandırdıqdan sonra ya da ümumiyyətlə iltihabsız proses gedirsə, bu zaman müalicənin əsas kökü, əsas prinsipi aparılır reabilitasiyanın üzərində. Çünki reabilitasiyasız əzələni də düzəltmək, əzələni bərpa eləmək mümkün deyil. Üstəgəl hansısa prosedurla, osteopatiya vasitəsilə biz hərəkət oxunu yerinə qaytarırıqsa, o hərəkət oxunu da yerində saxlayan əzələdir. Əzələ yoxdursa, o hərəkət oxunu biz nə qədər düzəltsək də orada saxlamayacaq, onu dayandırmayacaq. Və yaxud da ki, biz məsələn, müalicənin gedişatında bəzən o hərəkət oxunu özümüz əyirik, müalicə başlayarkən ki, zədələnmiş oynağa ağırlıq çox düşməsin, istər-istəməz insan yeriməlidir, gündəlik hansısa bir hərəkət eləməlidir, işə gedib gəlməlidir. Ona görə müvəqqəti olaraq hərəkət oxunu biz özümüz sağlam tərəfə keçirdirik. Sonradan sağalanda, sağalmağa yaxın, müalicənin sonuna yaxın yenidən geri qaytarırıq, artıq hərəkət oxunu paylaşdırırıq. Burada bu artrozun çox gözəl bir, görürsünüz, çox hamar bir səthdir. Burada kiçik bir balaca, burada zədələnmə var. Artıq bax, görürsünüz. Artıq burada oynağın zədələnmiş hissəsi, bu patellər hissədir, oynaqda təmas xəttində iştirak eləməyən hissədir. O deməkdir ki, bu hissədə olan deformasiya, artıq zədələnmə varsa, heç yerimək lazım deyil. İnsan ilə dayanıb ayağını açıb bükəndə də ağrı verir. Təmas edəndə ağrılar olur. Bəli, bax bu təmas xətti, hansı ki, oynağın oynağa toxunduğu hissədir. Toxunduğu hissədə artıq buradakı ağrı insan yeriyən zaman. Doktor, indi orada ağ renkli görsənən qığırdaqdır. Bəli, bu qığırdaqdır, qığırdağın simvolik. Oynağın qığırdaq hissəsidir. İndi burada orqanizmin bir düşünülmüş müdafiə funksiyası var. Bir də körtəbii müdafiə funksiyası var. Körtəbii müdafiə funksiyasının ən gözəl görüntüsü budur. Sağ tərəfdə çoxdur. Bu osteofitlər, görürsünüz, diş kimi necə çıxıbdır. Yəni, orqanizm öz-özünü müdafiə eləmək üçün oynaq ətrafında şişkinliyi əmələ gətirir.
hərəkəti məhdudlaşdırmaq üçün ki, qığırdaq daha çox deformasiyaya məruz qalmasın, bu cür osteofitlər əmələ gəlir və osteofitlərin əmələ gəlməsi də oynağı daha çox deformasiya uğradır, prosesi daha da ağırlaşdırır. Əgər artıq yüklənmə olarsa, çox hərəkət olarsa o vəziyyətdə, bax, görürsünüz necə osteofitlər də daha çox oynağı daha çox dağıdır. Yəni, o hamar səthinin daha öncəki animasyon görüntüdə diqqətlə baxaq, bu Allahın bizə verdiyi normal, çox mükəmməl bir diz oynağıdır. Amma zamanla bu və ya digər səbəblə görürsünüz onu necə kələ-kötür desək daha yaxşı başa düşərdir. Bəli, hamarlığı pozulur. Hamarlığı pozulur və o çıxıntıların əmələ gəlməsi, qığırdağın incəlməsi, yeyilməsi artıq hərəkət məhdudiyyəti yaradaraq artroz dediyimiz vəziyyəti yaradır. Bax, budur problem. Bir çox insanlarda artıq çəki səbəbi ilə oynaqları yükləyərsək, məlum məsələdir ki, bu vəziyyətə bir günə gəlib çatmır oynaq. Nə qədər vaxt tələb olunur? 5 il, 10 il, 20 il? Xəstənin həyat yox. Səbəbindən, xəstəliyin səbəbindən, ağırlıq dərəcəsindən, asılıdır xəstənin çəkisindən, yaşından, həyat tərzindən, əzələsi möhkəm olan insanda bu sürət daha az gedir. Biz burada çəki faktorunu niyə əsas önəmli hissəyə çəkirik? Həmişə xəstəyə qeyd edirik, çəki burada önəmlidir. Çünki artıq çəkini götürəcək, artıq da əzələ lazımdır. Bu əzələdə, xəstədə onsuz da yoxdur. Ona görə də periodik olaraq bu xəstələrin çəkisinə nəzarət olunması tapşırılır ki, çünki artıq çəki artıq problem deməkdir. Oynağa düşən artıq yük deməkdir. Və bu oynağın əvvəl öncə başlayanda orqanizm müxtəlif vasitələrlə mübarizə aparmağa çalışır ki, qığırdaq zədələnməsin. Şişkinliyə əmələ gəlir, durğunluq, orada ağrı verir, hətta ilkin etapda gecə ağrılarında olması mümkündür, sonra artıq ancaq hərəkət edən zaman ağrı baş verir, hərəkəti dayandıran kimi ağrı tamamilə dayanır. Xəstənin qığırdağın hissəvi zədələnmələri, o gördüyünüz tamam zədələnmə bir günə baş vermir. O illərlə formalaşır və o yerə gəlib çatması, axırıncı gördüyünüz o osteofitli vəziyyətdə xəstənin oynağının əməliyyatdan başqa şansı yoxdur. Çünki orada hərəkət də mümkün olmur. Doktor, burada maraqlı bir yerə toxunmağınızı istəyəcəm. Mümkünsə həkimlə video görüntünü yan-yana verək və mən buradan tamaşaçılara səslənib belə bir sualla müraciət etmək istəyirəm. Gördüyünüz hal-hazırda dediyimiz diz oynağının artrozu, tibbi dildə qonartroz və qarşımda revmatolog osteopat həkim illərdir bu xəstələrin, belə deyərdim ki, kritik vəziyyətdən çıxardan və müalicəsi ilə uzun müddət reabilitasiya, fizioterapiya və s. autoimmun xəstəliklər revmatolog olduğuna görə məşğul olan bir insan. Yan-yana verək zəhmət olmasa. Belə bir sual vermək istəyirəm. Doktor, bu sual sizə də aiddir. Duz burada haradadır? Heç harada. Oynaqda duz, istiot yoxdur. Olmur. Yəni, tamaşaçılara bir daha səslənərək demək istəyirəm. Duz burada haradadır? Oynaqda duz olmur. O duz məsələsini mən çox araşdırmışam. Məhz bu vəziyyətə, bu görüntüyə biz duzlaşma deyirik. Əslində duz deyil. Əslində duz deyil o. Duzlaşma nədir? Yəni, bu cür osteofitlərin əmələ gəlməsinə rentgenoloji olaraq öncə Azərbaycanda heç harada MRT də yox idi. Rentgenoloji olaraq osteofitlər kristallar şəklində, osteofit kristalları şəklində orada görünürdü. Osteofit kristallarında istənilən rentgenoloqlar, indi də rentgenoloqların əksəriyyətinin dilində o duz kəlməsi var. Mən də tanıdıqlarıma deyirəm, duz deməyin. Duzlaşıb, insanlar da elə. Yəni, insanlar da elə bilir ki, o yedikləri xörək duzu, biraz da bizim millət çox xoşlayan da duzlu xörəkləri duzu. Ona görə də deyirlər ki, yediyin duzun nəticəsində oynağa duz yığılıb. Əsla dəxli yoxdur, əlaqəsi də yoxdur. Nə duzla, nə istiotla bu oynağın deformasiyasının, heç bir oynağın deformasiyasının, qığırdağın zədələnməsinin duzla, istiotla əlaqəsi yoxdur. Yəni, bunu heç kim iddia edə bilməz. Heç bir halda mümkün də deyil. Sadəcə insanlar elə bilirlər ki, deyəndə ki, artroz o saat deyirlər, doktor, duz yığılıb. Deyirəm, duzdan keçib artıq. Artıq duz, istiot söhbəti yoxdur. Yəni, burada duzun rolu yoxdur bu işdə. Oynağın, qığırdağının deformasiyası, bunun da müxtəlif halları, müxtəlif etapları, müxtəlif növləri, əmələ gəlmə səbəbləri müxtəlif olduğu kimi özlərinin keçidləri və yaxud da ki, xəstədən deyən kimi osteoartroz deyir, doktor, neçənci dərəcədə, həmişə eşidirlər ki, axırıncı, 4-cü dərəcədə əməliyyata göstəriş olur, hansı dərəcədə necə. Bəzən onun vəziyyəti, oynağın deformasiyası heç dərəcədən də asılı olunur. 0-1-ci dərəcəli artroz demək olar ki, 45 yaşının üzərində İstənilən insanda hər 10 adamın 9-unda aşkarlamaq mümkündür. 0-cı, 1-ci dərəcəli artrozu.
45-50 yaş insanların hər 10 nəfərin 9-unda aşkarlanır. doktor. Amma o demək deyil ki, bunun hamısına müalicə lazımdır. Bəli, yaşla əlaqədar bu degenerasiya gedir. Amma sümük toxuması möhkəmdirmi? Bəzən də posttraumatik zədələnmələrdə sümük iliyi ödemi əmələ gəlir, amma rengenoloji heç 0-cı dərəcədə yoxdur. Tamamilə normal oynaq görünür, amma xəstə ağrıyır. Xəstədə ağrı var. Niyə? Sümük iliyi, axırdıq qığırdaq toxumasının altında sümük toxuması zədələnib. Bu daha dəhşətli fəsada gətirib çıxara bilir. Orada nekroz əmələ gəldisə, formalaşdısa bir neçə aydan sonra artıq qığırdaq toxuması salamat olsa belə əməliyyata göstərişdir. Bizim də səhvən etdiyimiz müalicələr nədir? Ağrını azaltmaq. O Kəsilmək. dediyiniz hətta Bəli, tək ağrımayın. o səbəbdən Nə gətirib inirsiniz çıxarırıq. eləyin, doktor? Tək ağrımayın. Nə inirsiniz eləyin, tək ağrımayın. Halbuki gördüyünüz görüntü və ondan da dəhşətli bir mənzərələr var. Endoprotez mərhələsini belə ötüşdürənlər var. Bugün o qədər insan var ki, çəkim endoprotezi almır. Heç endoprotezdən Oynam sonra, yoxdur. endoprotezdən Qığırdağı sonra da qoydum bir kənara. ay doktor elə həmin ağrılarla yenə gəlmişəm Onu deyənlər deyirəm. var. Ki endoprotez olunub amma yenə də həmin Yaxşı, əməliyyat bu var. vəziyyətdə bizdə degenerativ problem olduğu açıq-aşkar görünür. Duzlaşma dediyimiz halda Bəli. osteofitlər, qığırdaq, sətin hamarın pozulması və s. Orada axı diz struktur, anatomik strukturuna toxunsaq, orada menisk, bağlar, fasciyalar və s. bütün bunlarda da bu duzlaşma, qonartroz prosesində dəyişiklik olurmu? Birinci növbədə orada menisk zədələnir. Hə. Deformasiya gedəndə 45-50 yaşın üzərində insanlarda Demək ki, menisk də zədələnmiş meniskin olur. zədələnmələrinə biz normal baxırıq. Çünki əgər meniskin ABC hissəsi var. Əsas qalın hissənin nazik hissəyə keçid hissəsi, bir də nazik hissəsi. O nazik hissə hərəkətdə ancaq amortizasiya rolu oynayır ki, bu gənc insanlarda daha çox gərəklidir, lazımdır. Onun zədələnməsi gənc insandırsa, idmanla məşğul olan insandırsa vacib məsələdir. Hətta onun tikilməsi də, bərpası da vacib sayılır. Amma insan 45-50 yaşının üzərindədirsə, o nazik hissənin zədələnməsi o qədər də fəsad sayılmır. Çünki artıq o yaşdan sonra aktiv idman hərəkətləri eləmirsə, eləyirsə belə o artıq böyük bir bəla sayılmır. Çünki artıq o öz elastikliyini də itirir. Yaş keçdikcə menisk toxumasının elastikliyi o qədər də cavan şəxsdəki kimi olmur. Çünki hərəkət zamanı o menisk yığılır, açılır, yığılıb açılmalıdır. Yaş keçdikcə o bir balaca kövrəkləşir də. Əsas deformasiya deyəndə meniskin hansı dərəcədə, əgər cavan şəxsdirsə, bəli, meniskin hansı dərəcədə zədələnməsi də əsas götürülür. Amma yaşlı şəxsdirsə, meniskin əgər o qalın ətraf hissəsi salamatdırsa, digər hissələrin zədələnməsinə o qədər də önəm verilmir, fikir verilmir. Daha çox qığırdağın zədələnməsi, qığırdağın zədələnməsindən də önəmli, ən vacib məsələ qığırdağın altındakı sümük toxuması hansı vəziyyətdədir? Sümük iliyi ödemi, nekrotik ocaqlar, ocaqların ölçüsü, bir-birinə yaxınlıq dərəcəsi, nə qədər yaxın ocaqlardır, yoxsa fərqli sahələri tutan ocaqlardır. Epikondulların böyük epikondul, yoxsa lateral epikondul zədələnib, o məsələ var. Çünki o diz oynağındakı 2 dənə diş kimi epikondul ki var, onların biri daha böyükdür, biri kiçikdir. Onlar özləri də dəmir yolu reysi kimi orada insanın normal hərəkətliliyini bərpa edir. Və dediyiniz kimi ətraf toxumaların vəziyyəti vacib məsələdir. Çünki istər sinovial qişa, çünki sinovial qişa əgər zədələnibsə orada sinovial mayenin axması da digər proseslərdə oynağın içinin maddələr mübadiləsi pozulur onunla da. Və ətraf toxumalar, ətraf vətərlərin möhkəmliyi, əgər ətraf vətər və əzəllər möhkəm deyilsə, o deməkdir ki, bayaq verilişimizin əvvəlində dediyim oynağın təzyiq daha çox düşür. Daha çox təzyiq düşürsə, burada zədələnmə daha sürətlə gedəcək. Bunun qarşısı alınmalıdır. Yəni, proses bir iynə vurdum, sağaldı məsələsi deyil. Belə degenerasiya prosesi dayanmalıdır ki, sonra regenerasiya prosesi barədə danışa bilək. Bax, deyirik ki, əmələ gəlmə səbəbləri müxtəlifdir. Hətta müalicə sırasında belə müalicənin ən gözəl, yəni bu həyat standartlar, keyfiyyətlər aşağı düşür və bütün bunları aradan qaldırmaq üçün regenerasiya, reabilitasiya və s. əzələ möhkəmlənməlidir. Yaşımızdan asılı olmayaraq fərdi individual yanaşma həkimin biləcəyi bir işdir. Digər tərəfdən isə sadəcə rentgen görüntüsü ilə müalicə alanlar var. Sadəcə rentgen görüntüsünə baxıb xəstəyə müalicə yazan həkimlər var.
Madəm biz deyirik burada birləşdirici toxuma, ödəmləşmə, iltihablaşma, bir çox autoimmun xəstəliklər səbəbilə yumşaq toxumalarda iltihabı proses gedə bilər. Səhv deyirəm, doktor? Yox, səhv Onu mən demirsiniz. rentgende görmürəm. Hə, orada bilirsiniz, tibb belə bir sahədir ki, 2 dəfə kim həmişə 4 eləmir. 2-ni 2-yə bərk vuranda 5 eləyir, yavaş vuranda 3 eləyir. Burada tək rengenlə müalicə almaq olarmı? O asıldı xəstənin vəziyyətindən. Onu ancaq xəstənin müayinə etdikdən sonra həkim əli ilə müayinə etdikdən sonra diz qapağının hərəkətliyi nə qədərdir, hərəkət oxu əyilib, əyilməyib, kontraktura var yoxsa yoxdur, ağrılıdırmı hərəkət zamanı xəstə, bir var ki, heç əl toxundurmaq mümkün deyil, bir də var ki, açıb yumursan görsən Yəni hərəkətli. fiziki müayinədən sonra ona Ona kifayət qərar edirmi? vermək olur ki, burada əlavə rentgen bəs eləyə bilər, mütləq qan analizlərindən sonra. Çünki iltihab göstəricilərində orada problem varsa, burada tək rengenlə nəsə eləmək, hətta iş ağırmırsa belə nəsə eləmək biraz Çünki mübahisəli əhalinin çox böyük məsələdir. hissəsində gəlin razılaşaq, sizin də qəbulunuza gəlir. Sadəcə əlində rentgen görüntüsü var və dərəcəsini ona görə söyləyiblər. Bəzən də 3 il, 5 il bundan qabağın rengeni ilə gəlir ki, doktor, məni heç ara göndərmə elə buna bax yaz. Həkimin müayinəsi mütləqdir. 50 xəstənin neçəsi ikincili, üçüncülü müraciətdir, başqa həkimin xəstəsidir? Demək olar ki, %90-ı. %90-ı. Bu nə deməkdir? Niyə mənim anam diz oynağının 4-cü artrozu səbəbi ilə gəlməlidir? Bu çanaq koks artrozu səbəbi ilə gəlməlidir 4-cü dərəcədə. Niyə? Çünki ya öz başına, ya da ya bilərəkdən, ya bilməyərəkdən daha çox ağrı kəsici dərman preparatlarından istifadə olunur ki, artrozdursa onsuz da əməliyyata getməlidir. Yoxdur belə bir məsələ. Dünyanın heç bir yerində yoxdur belə bir şey ki, artrozdursa əməliyyata getməlidir. İstənilən yaşda insanın artrozunu, gedişatını dayandırıb, hərəkətini bərpa edib, hərəkət funksiyasını bərpa edib, həyata qaytarmaq mümkündür. İstənilən yaşda. Amma ağırlıq dərəcəsi və ilkin müraciəti və yaxud da ki, hansı nəyin nəticəsində əmələ gəlibsə, dərhal müraciəti mütləqdir. Əgər xəstədə, məsəl üçün deyirəm, revmatoid artritdirsə, xəstə revmatoid artritin diaqnozu qoyulub, vaxtında düzgün müalicəsini alırsa belə, birazdan sonra orada osteoartrozun əmələ gəlməsi qaçılmazdır, onsuz da əmələ gəlir. Burada təhsil elə revmatoid artritin dərmanlarını atılanda bəzən deyir ki, ay doktor, neçə ildir dərman içirəm də? Neçə ildir dərman içirsən, revmatoid artrit üçün, iltihab üçün dərman içirsən. Amma burada yanaşı gedən xəstəliklərin, o xəstəliyin fəsadları ki var, hansı ki oynaqları zədələyir, istəyir daxili orqanlarda, istəyir oynaqlarda, istəyir onurğada, onların o fəsadlar da periodik olaraq öz müalicəsini almalıdır ki, xəstə yaşlaşanda belə istənilən yaşda normal həyat tərzi sürə bilsin, yaşlarına uyğun həyat tərzi sürsün. Bəzən deyirlər ki, revmatoid artrit sağalmır. Elə bu revmatoid artritin sağalması bu deməkdir ki, xəstə əgər xəstə olmayan öz yaşıdı kimi gümrah, rahat yaşayır, bütün oynaqları işləyirsə, elə bu xəstəliyin sağalması deməkdir də. Yəni, o demək deyil ki, çox xəstəliklər sağalmır. Amma xəstəliyi çəmbərə alanda, onu öz nəzarətimizdə saxlayanda ki, nəzarət altında gedirsə xəstəliyin gedişatı, bu heç kəsin həyat tərzini pozmur. Amma həyat tərzi pozulduqda artıq 50-liyə qədər gətirib çıxarır. Çünki iltihab nəticəsində əmələ gələn artrozlar təhsil diz oynağı ilə keçmir. Diz oynağını əməliyyat elədin, digər çanaq oynağı sıradan çıxır, dirsək oynağı sıradan çıxır, mil bilək oynağı, barmaqlar. Yəni, onda bütün oynaqları dəyişmək məcburiyyətində qala bilmərik ki, ona insanın ömrü də çatmaz. Müalicənin effektini görmək istəyən hər bir şəxs ətraflı müayinədən keçməlidir. Məsəl üçün, diz oynağında əgər ağrı ilk olaraq meydana gəlibsə, yəni yeni-yeni bu ağrılar baş qaldırıbsa, mütləqdir ki, yumşaq toxuma, qan analizləri və s. Çünki bu gələcəkdə həm yaşımıza bağlı, həm var olan xəstəliklər fonunda diz oynağında degenerasiya getməsi mütləqdir artıq. Bunu gecikdirmək olmaz. Bilirsiniz, diz oynağına bəzən Niyə bugün əhalinin çoxu 3-cü dərəcə, 4-cü dərəcə, mən hələ də təəccüblənirəm. Biz bu vəziyyətdə gəlib çıxmamalıyıq. Oynaq deformasiyasına bəzən elə diz ağrısı kimi baxırlar. Getməlidir dediyimizdə siz üsyan edirsiniz ki, dünyanın heç bir yerində belə bir şey yoxdur. 4-cü dərəcə belə reabilitasiya, indi fərdi yanaşmalar var. Bəli, orada kontrakturasından, oynağın deformasiyasından, simmetriyan pozulması çox şeydən asılıdır. Yenə də reabilitasiya hardasa və ən əsas da oynağın sümüyünün problemindən asılıdır. Sümük toxuması hələ normaldırsa, sağlamdırsa, zədələnməyib, nekroz əmələ gəlməyibsə. İndi gör o insan zamanında lazımı
tədbir görsəydi, bəlkə də o həddə gəlib çatmazdı. Daha gözəl olardı. Zamanında nə olub? Rentgen, qığırdaq hələ yeyilməyib ya da yeyilib, gəl sənə yaluron vura, gəl sənə köküceyrə vura, gəl bunu elə, onu elə. Böyle boş-boş məsləhətlər insanları... Bəli, bir nüansı qeyd edeyim. Bax, gözəl qeyd elədiniz. Gəl sənə bir hyaluron turşusu vurum, ağrıma. Ağrıma məsələsi nə verir? Əgər artroz gedirsə, osteoartroz gedirsə, burada biraz hüceyrə səviyyəsində danışsaq, prolinin hidroksiprolinə çevrilmə prosesi pozulub. Bəli. Bu proses pozulubsa, artıq orada hidrogen daşınması prosesi, o enerjinin, hidrogenin daşıyan proses də pozulub. Və burada oynağa hansısa sehirli bir iynəni vurub, orada ağrının kəsilməsi o prosesi bərpa eləmir. O proses artıq daxildə maddələr mübadiləsi pozulması nəticəsində bu bütün bədəndə pozulub. Yanaşı osteoporoz da qoşulur ora, yəni sümüyün sıxlığının zəifləməsi. Ondan sonra bir oynaq ağrısa nə olar, ağrımasa nə olar? Onsuz da proses bütün bədəndə gedir. Digər oynaqlar ondan da sürətli gedəcək, dağılacaq o zaman. Yəni ona görə də prosesi dayandırmaq istəyiriksə, qığırdaq toxumasının zədələnməsinin qarşısını almaq istəyiriksə, məsələni kökündən çözmək lazımdır. Da bir oynaq, bu bəzən xəstələrə mən deyirəm ki, oynağın müalicəsi maşın təkəri dəyişmək deyil, zədələndi təkər çıxartdım, dəyişdim, təzəsini taxdım, düzəldi. Xeyr, bu bütün orqanizmdə gedən maddələrin mübadiləsinin nəticəsində əmələ gəlir və bunun qarşısını almaq üçün də sistemli iş aparılmalıdır. Hansı prosesi, necə, bu prosesi pozan hansı zəncir həlqəsində hansı maddə çatışmır, onu əlavə eləmək və bununla da prosesi davam etdirmək. Maraqlıdır, baxın, yerimə məsafəsi, ağrı, məhdudiyyət, məsafəni qısaldırıq. Müalicə aldıqdan sonra məsafəni uzadırıq. Amma biz nə edirik? Ağrını azaldıb məsafəni çoxaldırıq. Deformasiyanı daha da sürətlendiririk. Bu heç doğru bir şey deyil. Bir sual, məsələ yadıma düşdü. Sizin gözəl müdaxilə elədiniz. Burada xəstələr bəzən artrozlu xəstələr deyirlər ki, doktor, mən nə qədər yol yeriyə bilərəm? Əgər xəstə 5 dəfə yerdə əyləşib qalxa bilmirsə, o iş 100 metr də gedə bilməz, o deməkdir. Yox, 5 dəfə oturub dura bilirsə, bunun 500 metr məsafəni qət eləyə bilər. Heç bir məhdudiyyət baş vermir. Yox, 10 dəfə oturub dura bilirsə bir dəfəyə, bu adam artıq 1 kilometr, 200 metr gedə bilər. Amma insan bir dəfə oturub dura bilmir, deyir, mən hər axşam çıxıb parkda gəzintiyə çıxıram. Yəni, bu o deməkdir ki, siz artıq deformasiyanı günbəgün ağırlaşdırırsınız, sürətləndirirsiniz. Əgər əyləşib qalxmaq, o əzələ yoxdursa, o tonus yoxdursa əzəllərinizdə, sizi otuzdurub qaldıra biləcək halda deyilsə əzəlləriniz, deməli sizi düzgün yeridə də bilməz. Burada artıq qığırdağın hesabına yeriyirsiniz və bu da deformasiya deməkdir. Bir xəstəmiz var idi və çox qısa müddətli müalicədən sonra effektini gördük. Əslində məni də sevindirdi o görüntülərə baxanda, doktor. Xəstə hansı şikayətlərlə gəlmişdi? İstəyirsiniz o haqda da danışaq? O xəstəmizin təsadüfən çəkiliş qrupası gəlmişdi xəstənin müayinəsi zamanı. Xəstənin müalicəsi bitəndə. Biz onun əvvəlini də çəkmişdik, amma profesional çəkiliş deyil. Telefonda xəstənin ambulator kartişkası üçün çəkilir o videolar. Amma sonda kontrakturalı qanartroz, yəni o deməkdir ki, diz oynağı nə axıra qədər açıla bilmir, nə axıra qədər qapana bilmir. Və kontrakturalı qanartroz zamanında kontraktur əmələ gələn kimi beldə ağrılar başlayır xəstənin və bu cür xəstələrdə mütləq onurğada da problem, deformasiya baş verir. Çünki diz oynağı axıra qədər açılmadıqda, yarım bükülü vəziyyətdə, artıq bel də biraz yarım bükülü vəziyyətdə olur, önə əyilmiş olur və nəticədə həm bel əzəlləri gərgin olur, onurğada deformasiya baş verir, həm qığırdaqların, aşağı ətrafların deformasiyası baş verir ki, hansı ki bu xəstəmizdə bu cür idi. Həm kontrakturalara açıldı bir kurs müalicəyə, çünki əsasən uzun illər kontrakturada qalan oynağın müalicəsi bir kursa çözülə bilmir. Onlar hətta məsələn biraz yaxşılaşır, sonra 2-3 aydan sonra ikinci kurs müalicədə ancaq kontrakturanı aça bilirik. Amma bu xəstənin kontrakturasının əmələ gəlməsi 3 ildən az idi. 3 ildən az olduğuna görə də bir kurs müalicəyə açılması mümkün oldu. İndi videoda siz görürsünüz orada o diz oynağına ki, təkan verirəm axıra qədər. Artrozu olan şəxsdə o əsas simptomdur. Bunu ortopedlər də yaxşı bilir. Əsas simptom odur. Oynağın patelanın diz qapağının üzərindən tutaraq axıra qədər təkan verəndə xəstə əgər oynaqda az da olsa zədələnmə varsa, kontraktura varsa, xəstə ya diksinir, ya qışqırır.
Ağrı səbəbi. Ağrı səbəbilə anidən orada çox güclü ağrı baş O verir. bir kurs müalicə dediyimiz nə qədər müddət alıb doktor? 5 həftə. 5 həftə. Bəli, burada bu cür xəstələrin bir kurs müalicəsi 5 həftə ərzində aparılır. 5 həftə çəkir. 5 həftə sonranın nəticəsi Görün, kontrakturaların açılması. axıra qədər, tam axıra qədər xəstənin oturub qalxması, mən də dayaq verirəm ki, xəstə aşmasın. Amma görürsünüz, əzələsinin gücü də tam bərpa olmayıb. Çünki tam bərpa olunanda artıq heç yerdən tutmamış, xəstə özü oturub dura bilir. Dura biləcək. İndi onu ikinci kurs müalicəsində heç bir əl tutmadan, heç bir yerdən yapışmadan özü oturub qalxa biləcək. Bu cür xəstənin özünün yerdə əyləşib qalxması o deməkdir ki, artıq degenerasiya prosesi, yəni dağılma prosesi dayanıb və xəstə özünü toparlayır, toxumalarda bərpa gedir, əzəllərin artıq güclənməsi prosesi gedir, maddələr mübadiləsi yaxşılaşır və bu xəstə 10-15 metrdən artıq piyada yol yeriyə bilmirdi. Amma indi artıq 1 kilometrdən Yanaşı hər hansı bir xəstəliklər varmı? O xəstəliklər fonunda bu müalicənin aparılması Yanaşı xəstəliklər bu xəstəlikləri daha da ağırlaşdırır. Ona görə də bizim müalicə prosesimizə ən çox mane olan şəkərli diabetdir, zobdur, endokrinoloji problemlərdir. Və bu xəstə, ona görə də bu cür xəstələrdə endokrinoloji problemlərin nizamda olması vacib sayılır, vacib şərtdir. Hansı ki, bizim özümüz endokrinoloq da var yanımızda ki, lazım olanda əgər xəstənin özü bilmədən hətta bəzən şəkər aşkarlanır, zob aşkarlanır, dərhal həkimə müraciət edirik və yaxud da ki, kontrolda olmayan şəkər xəstəsidirsə, müalicə dövründə endokrinoloq onun gedişatına, xəstəliyin gedişatına nəzarət edir mütləq. O qədər də bəsit görünməsin ki, məsələn, bu hərəkətləri bəlkə də biz evdə özümüz də edə bilərik kimi, indi insanlıqda beynimizdə formalaşır. Halbuki o hərəkətlərin hər birində bel zədələnməsin deyə, sadəcə bel deyil, digər strukturlarda zədələr, yəni növbəti zədələnmələr, əlavə problemlər ortaya çıxmasın deyə çox bilgili şəkildə aparılır. Və individual tələb də xəstənin özünün məsuliyyətindən də asılıdır ki, hansı hərəkətlər olunur və xəstəyə də evdə eləyəcəyi hərəkətlər verilir. Və xəstə əgər fikirləşsə ki, mən gedirəm evdə heç bir iş görməyəcəm, elə mənim əvəzimə burada eləyəcəklər, onda müalicə daha da uzanır. Elə insanlar da var, elə xəstələrimiz də var. Hansı ki, idmanla arası yoxdur. Gedib gəlməyənlər də var, doktor. Hərəkət etmək fikrində olmayanlar var ki, hansı ki, kimsə mənim əvəzimi eləsin, mən özüm heç bir şey eləməyim. Bu zaman xəstəliyin müalicənin gedişatı daha da uzanır. Amma xəstə məsuliyyətli olanda deyilən işləri evdə özü də eləyəndə, onda müalicə də daha azalır, kursu azalır, müddəti də azalır, xəstənin canı az ağrıyır, keyfiyyətli müalicə əldə etmək mümkün olur. Yəni, ağrı-kəsici dərman müalicəsidir, ümumiyyətlə isti tədbiqidir. İsti ümumiyyətlə sinovial oynaqların heç birinin müalicəsində isti prosedurlar, isti aplikasiyalar, sanatoriya vannaları əks göstərişdir, qətiyyən olmaz. Yəni, bunu hətta sanatoriya sahibləri ilə mənim görüşlərim olub, bir-iki dostlarımız da var. Onlara demişəm, yəni məni tanıyanlar qətiyyən bu işə yol vermirlər. Əgər xəstədə iltihab varsa, diz oynağı, buçanaq oynağının deformasiyası varsa, bunlar əks göstərişdir. Onurğa xəstəliklərdə göstəriş sayılır, isti prosedurlar. Çünki onurğa sinovial oynaq deyil, sinoviyadan kənardır. Bəli, sinovial oynaqların müalicəsində isə ağrısını kəsirmi? Bəli, kəsir. Amma deformasiyasını 3 ay, 5 ay, 1 il sonraki deformasiyanı daha da sürətləndirir isti aplikasiyalar. Doktor, xəstə sizin qəbulunuza gəlir, konsultasiya vaxtı ayırırsınız. Mütləq. MRT müayinəsi təyin edirsiniz, qan analizləri, laborator analizləri təyin edirsiniz və daha sonrasında artıq bu insan anamnez sırasında onsuz da var olan xəstəliklərini dilə gətirir. Olmayanları da aşkarlayırıq. Digər tərəfdən müalicə proseduru necə aparılacaqsa qərar verilir. Bax, deyirsiniz, o isti, kurort, vanna, naftalan və s. Bu qədər bəsit deyil. Deyir ki, dizdə şişkinlik yoxdursa, bu nə deməkdir? Demək, iltihab yoxdur deməkdir. Bu qədər bəsitdir bunun qərarını vermək. Xeyr. Sonra kurort, isti vannalar, istirahətə gedən daha çox yaşlı nəsil olduğuna görə buradan əslində elə bu məqamda ailə fərdlərinə səslənmək istəyirəm. Hansı birimizin anasının təzyiqi, ürək-damar sistemində problemi, endokrin problemi yoxdur? Var hər birində. Yüzündən birində yoxdur. Yüzündən birində bəlkə yoxdur. Yerdə qalan hər birində var. Ona görə həkim müayinəsindən keçmədən dizdə şişkinlik olmasa belə,
dizdə istilik olmasa belə, ödəm olmasa belə əks göstərişdir. Bax o isti vannalar və s. Bəli, Yəni o qədər artrozlarda əks incəlikləri göstəriş. var ki, hə anam getsin istirahət eləsin, ayağının aftalana isti vannaya və s. olmaz. Əgər ürək damar sistemində problem varsa, əks göstərişdir. Yəni sadəcə dizin şişkinliyindən getmir söhbət. Yəqin ki, insanlar fikrimi tam başa düşdü. Biz burada ətraflı maarifləndirici fikirlər nəyə görə səsləndiririk ki, xəstələr doğru ünvanda və doğru şəkildə, doğru yanaşılaraq müalicəsinin effektini görsünlər. Yoxsa, bax gör dizində şişkinlik yoxsa gəl mənim xəstəmsən, heç bilmir, ürəyində problem var. 60 yaşında insan necə ola bilər ki, təzyiqi olmasın, ürəyi olmasın və ya yanaşı xəstəliyi olmasın? %1-i, %5-i. Vallahi, Yenə də %5-dən çox böyük bir deyil. qismində var. Varmı sonda demək istədiyiniz doktor? İnşallah gələn həftədən yeni ünvanda işimizə davam edəcəyik. Zahir Nudurəliyev 60 ünvanında İnam Dental Klinikasının tərkibində Vertex Revmatoloji Osteopatiya Mərkəzi olaraq işimizə davam edəcəyik. 7 nömrəli asan xidmətlə üzbəüz. Doktor, təşəkkür edirəm. Ətraflı məlumatlarınıza görə minnətdaram. Xoş oldu sizinlə görüş, hər zaman olduğu kimi. Sağ olun, təşəkkür edirəm. Gələn görüşlərə qədər. Minnətdaram. Bir daha xatırladım, revmatoloq Osteopat Əli Əlizadə studiyamızın həkim qonağı idi. Mən də öz növbəmdə xatırladım. Zaur Nudurəliyev 60 ünvanında artıq Vertex Revmatologiya və Osteopatiya Mərkəzi bütün kollektivi olaraq fəaliyyətinə davam edəcək. Yeni ünvanda hər birinizi gözləyirik. Vaxtında, zamanında doğru həkimə müraciət etmək şərti ilə. Diaqnoz iki tərəfli qan artrozu idi xəstəmizdə, 3-cü dərəcə və bel fəqərlərinin deformasiyası. Həm belinə, həm dizlərinə eyni anda müalicə gedib, həm osteoporozuna, həm oynaqlara görə proloterapiya, reabilitasiya, artikulyasiya prosedurlar aparılıb, hərəkətlilik tam bərpa olunub tamamilə və ən əsas da ən zədəli diz bu idi, sağ diz. Sağ diz ən bax, yəni burada ağrı yoxdur ki, bax. Tamamilə tam təkən, bax. Yəni normalda daban yana qədər gəlməlidir. Xəstədə axıra qədər qatlanma var. Heç bir kontraktura yoxdur, tam bərpa olunub. Əvvəl gələndə heç otura bilmirdim. Oturmaq söhbəti yox idi da. Otururdum, dura bilmirdim. Uşaqlara deyirdim ki, məni qaldırmayın. Ya əlimi harasa belə dirirdim, zülmlə qalxırdım. İndi şükür Allaha. Şükür Allaha sizin sayənizdə göydə Allah edəsin. Əlləriniz qolunuz var olsun, çox sağ olun. Allah köməyiniz olsun. Gələndə vəziyyətim çox ağır idi. Yata bilmirdim, hərəkət eləyə bilmirdim. İşə gedə bilmirdim. Dayanırdım yolda, gözləyirdim bir xeyli ki, görüm ağrılarım dayanarsa hərəkət eləyim. Bəs indi nə qədər yeriyə bilirsiniz? İndi şükür Allaha çox yeriyirəm. Çox yeriyirəm. Amma yerimək burada əsas şərt deyil. Sizin probleminizdə, ümumiyyətlə artrozların hamısında əsas şərt yerdə xəstənin oturub dura bilməsidir. Dizlərin hərəkət trayektoriyasında əyilib qalxmasıdır. Bir il indi tam oturub dura bilmirəm. Yaxşıdır. Birinci kurs müalicədir. İnşallah ikinci kurs müalicədən sonra tam oturub dura biləcəksiniz və köməksiz oturub dura biləcəksiniz.